Yuxarı Veysəlli kəndi. Hal-hazırda Allah'a çok şükür olsun ki işğaldan azad olunub. Demək olar ki bizim Yuxarı Veysəldə də həqiqətən saysız hesabsız şəhidlər vermişik. Allah hamısına rəhmət eləsin, məkanların cənnət eləsin. Bugünkü gün mən təqribən də burada 2 dənə gənc şəhidimiz Valih Məmmədov, Hüseyin Tahirovun şəhid olduğu yerdəyəm. Bax bu çəkdiyim yerlərdə onlar şəhid olublar. 1992-ci ildə ermənilər, bir də ruslar da 366-cı alayın köməyi ilə kəndə hücum eləmişdilər. Bax ermənilər, bax bu qayalardan, bax bu gördüyümüz ərazilərdən bizdən yuxarı Çartaz kəndi var. Bu aşağı tərəf Hocavənd Martunlu, yəni keçmiş Martunlu. Bax ermənilər buradan gəliblər, o qayalardan. Valih ilə Hüseyin də burada həqiqətən də çox böyük qəhrəmanlıqlar göstəriblər. Demək bax bu evlərdə döyüşüblər. Nə qədər əlindən gələndə baxma, ermənilərin qabağını kəsiblər, nə qədər deyirlər ki, danışırlar ki, burada olan qardaşlarımız da bu döyüşdürür. Deyir, gəlirdi yüyə-yüyə. Amma deyir, biz ateş açdıqsa, baxma da, ermənilər ləngiyirdi. Ona görə də şükürlər olsun ki, bizim kəndimizdən gəlin qız əsir düşməmişdi. Amma bu 2 dənə oğlan həm xaloğludular, hər ikisi bu kənddə qalmışdı. Bu günlər mən belə uzun danışmaqda sözüm odur ki, mən bir daha Ali Baş Komandir İlham Əliyev cənablarından çox xahiş edirəm ki, bizim xətirinə, şəhidlərimizin xətirinə, bir şəhid qardaşı olaraq sizdən çox xahiş edirəm ki, bizim kəndimiz yenə bərpa olunsun, özümüz yaşayaq burada, özümüz yaradaq. Çünki Məmmədov Valih ilə Tahirov Hüseynin heç bir nişanəsi yoxdur.